İşğal altındakı Sevastopolda yanacaq doldurma məntəqələrində benzinin sərbəst satışı tamamilə dayandırılmaqla yanaşı, yanacaq üçün kvotaların verilməsi də yalnız sürətli cavab kodları vasitəsilə əl ilə həyata keçirilir. Bu fonda sosial şəbəkələrdə Sevastopoldan olan bir qadının videosu yayılıb. O, əşyalarını yığdığını və şəhəri tərk etməyə hazırlaşdığını bildirir. Krımın nə mənası var ki, heç yerə gedə bilmirsən? Deyə qadın narazılıq edir. Onun sözlərinə görə Sevastopolda yaşamaq artıq mümkünsüz hala gəlib. Benzin yoxdur, işə piyada getmək məcburiyyətində qalırlar. Hər axşam isə yanacaq əldə etmək üçün Krımdakı söhbət qruplarında saatlarla sürətli cavab kodu axtarmalı olurlar. Çox vaxt həmin kodlar ya ümumiyyətlə paylaşılmır, ya da bir neçə saniyə ərzində tükənir. Qadın həmçinin bildirir ki, Krım körpüsünə mümkün hücum baş verməzdən əvvəl yarımadanı tərk etmək istəyir. Sevastopoldakı Rusiya İşğal Administrasiyasının rəhbəri Mikhail Razvojayev daha əvvəl benzinin alınması üçün sürətli cavab kodları sisteminin tətbiq olunduğunu təsdiqləmişdi. Bir kod vasitəsilə maksimum 20 litr yanacaq almaq mümkündür və növbəti kod yalnız bir həftə sonra əldə edilə bilər. Krımda yaranmış yanacaq çatışmazlığı həyatın əsas sahələrini iflic edən ciddi və zəncirvari böhrana səbəb olur. Logistika problemləri səbəbindən ərzaq və dərmanların qiymətləri sürətlə artır, bəzi məhsullar isə mağaza rəflərindən yoxa çıxır. Təcili yardım və digər fövqəladə xidmətlərin fəaliyyəti zəifləyir, ictimai nəqliyyatın işi pozulur və insanların gündəlik həyatı çətinləşir. Bölgənin turizm sektoru üçün yanacaq qıtlığı xüsusilə ağır nəticələr doğurur. Turist axını azalır, ekskursiya marşrutlarını həyata keçirmək çətinləşir və hotellərin müstəqil enerji təminatı xərcləri artır. Nəticədə insanların hərəkət imkanlarının məhdudlaşması təkcə biznes gəlirlərinə və vergi daxil olmalarına deyil, həm də vətəndaşların gündəlik rahatlığına birbaşa təsir göstərir. İşə və ya xəstəxanaya getmək belə ciddi problemə çevrilir. Bu şəraitdə Ukraynada hazırlanmış FP-7 və FP-9 raketləri Krımın müxtəlif hissələrində yerləşən Rusiya hərbi obyektlərini vurmaq imkanına malik olacaq. Birincinin imkanları buraxılış nöqtəsindən asılı olsa da, uzaq mənzilli FP-9 raketləri yarımadanın istənilən nöqtəsinə zərbə endirə bilər. Bu barədə Krımdan olan hərbi ekspert, keçmiş Ukrayna zabiti və istefada olan polkovnik leytenant məlumat verib. Onun sözlərinə görə FP-7 raketlərinin uçuş məsafəsi 200 kilometrə qədərdir. Əgər raketlər Oçakov, Nikolayev bölgəsindən buraxılarsa, yarımadanın şimal-qərb sahilləri, çoxsaylı hava hücumundan müdafiə obyektləri və Qara Dəniz donanmasının bazaları onların əhatə dairəsinə düşəcək. Ekspert qeyd edib ki, əgər raket buraxılışı, məsələn, Dnepr çayının sağ sahilindən, Snigurivka və ya Velika Aleksandrivka ərazilərindən həyata keçirilsə, Şimali Krımdakı bütün yaşayış məntəqələri, o cümlədən Cankoya qədər olan ərazilər zərbə altında qala bilər. İstefada olan zabitin sözlərinə görə, qeyd edilən buraxılış mövqeləri raket qurğularının təhlükəsizliyini təmin etmək məqsədilə təmas xəttindən təxminən 40 və 50 kilometr aralı seçilir. Lakin konkret mövqelər döyüş şəraiti, kəşfiyyat məlumatları və qarşıya qoyulan tapşırıqlara uyğun müəyyən edilir. Eyni zamanda onun qiymətləndirməsinə görə, FP-9 ballistik raketləri işğal altındakı Krımın istənilən nöqtəsini vurmaq imkanına malik olacaq. Bəyan edilən 900 kilometrlik uçuş məsafəsinə əsasən bu raketlər, məsələn, Kiyev, Jitomir və ya Xmelnitski vilayətlərindən buraxıla bilər. FP-9-un sürəti saatda təxminən 2200 km-dir, yəni səs sürətindən 2 dəfə çoxdur. Bu raketlər Krımın ən uzaq nöqtələrinə, Sevastopol və ya Kerçə 25 dəqiqədən də az müddətdə çata bilər. Buraxılış məsafəsi azaldıqca uçuş vaxtı da daha qısa olacaq, deyə hərbi ekspert bildirib.